Dostlar, bunun adı nattodur və natto fermente olunmuş soya paxlasıdır. Yaponiyaya gələn xaricilərin çoxsu deyilənə görə bunu bəyənmir. Çünki yapışqan bir teksturası var və dediklərinə görə kəskin bir isi var. Amma mən yəni elə kəskin bir iyi almıram. Yəni baxaq, yanında belə bir sos var. Əlavə eləyəcəm. Dadına baxmaq istəyirəm. Üstünə biraz sarımsaq tozu tökəcəm. Nesi var? Sarımsaq tozu. Biraz duz. Biraz da karides yoğurt. En sevdiğim. Allah. Başa düşmək olar niyə çox insanın xoşu gəlmir. Çünki teksturası elədir ki, biraz hər insanın xoşuna gələcək bir şey deyil də. Bundan əlavə də sanki belə necə deyim, elə bir ki çöldə qalıb, xarab olub. Elə bir şey, iyisi və tamı var. Yəqin ki ona görə çox adam xoşlamır. Bunu yapanlar çox yeyirlər. Əsasında səhər yeməyində düyü ilə bir yerdə. Çünki çox xeyirli bir qidadır. Amma hə, dad olaraq o deyil də, yəni. Dediyim kimi belə düyünün falan üstündə rahat yeyirlər, yəni. O qədər iyrəniləcək bir şey deyil. Lobyad da sadəcə elə bir biraz xarab olub.